Herkese salam əziz tələbələr. Biz bu videomuzda əsasən Xarici İşlər Nazirliyi və Xarici İşlər Nazirliyinə qəbul imtahanında və verginin qəbul imtahanlarında istifadə olunan rəqəmsal məlumatların təhlilinə aid test tapşırıqlarından bir neçə nümunəyə baxacağıq. Yüksəliş müsabiqəsində də istifadə edilə bilir. Verginin proqramının dəyişməyinə əsasən artıq rəqəmsal verbal məlumatlar çıxarıldığına görə artıq bunların sayı, bu tip sualların sayı 20 ədəd salınacaq. Elə vaxt itirmədən suallarımıza baxsaq, 2018 bunları biraz diqqətlə oxumaq lazımdır ki, əlaqələri tam görə bilək və misalda nə demək istədiyini başa düşmək lazımdır. 2018-2022-ci illər ərzində Azərbaycanda mədən çıxarma sənayesinin istehsal indeksinin əvvəlki ilə nisbətən faizlə göstərən cədvəldən istifadə edərək tapşırığı yerinə yetirin. Sənaye istehsalı indeksi istehsal olunmuş mal və xidmətlərin həcminin əvvəlki dövrdəkinə nisbətidir. Bu əvvəlki dövrə nisbətəndir. Bax bu yəni bir il əvvəlkiyə nisbətəndir. 2018-2022-ci illəri əhatə edən dövrün hansı ilində Azərbaycanda mədən çıxarma sənayesinin istehsal etdiyi mal və xidmətlərinin həcmi pul ifadəsində. Həmin 5 ilə əhatə edən dövr üzrə orta illik göstəriciyə ən yaxındır. Orta göstəricini tapmaq üçün göstəriciləri tapıb 5-ə bölmək lazımdır. Və hansı ilin həmin göstəriciyə daha yaxın olduğunu müəyyənləşdirmək lazımdır. Mən buradan x da götürə bilərik əvvəlki ili. Formal bir rəqəm də verə bilərik. Mən məsələn 2017-yə bir formal bir rəqəm verirəm. 1000 deyirəm. 1000-in 2018-də 100,2, 0,2% artıb. Tapacağıq 1000-in 0,2%-in. Daha doğrusu 100,2%-in. 1000 vuraq 100,2 bölək 100. Bunlar belə aparsa, beləcə 102. 1200 üzr istəyirəm. 2 artıb. Əvvəlki göstəriciyə nisbətən olduğuna görə 1000-in 100,4%-ni tapmırıq. 1002-nin 100,4%-ni tapırıq. 1002 vuraq 100,4 bölək 100. Bunun hazır hesablanmış versiyası məndə var. Müəyyən bir tamlar var, amma 1006-nı götürə bilərik. Təzədən biz hesablayacağıq 1006-nın deməli 1006-nın 93,9%. 93,9 bölək 100. 1006-nın 93,9%-i təxminən 944,6 eləyəcək. Buradan bölək ki, buna aid deyil. Növbəti əvvəlkilə nisbətdir dediyinə görə 944,6-nın 101,4%-ni tapırıq. 101,4 bölək 100. Bunun nəticəsi 958 eləyəcək. Növbətdə 958-in 97,7%-i 936 eləyəcək. İndi biz bunların hamısını toplayıb 1002 üstə gələk 1006 üstə gələk 944,6 üstə gələk 958 üstə gələk 936 bərabərdir. Deməli, bunların hər birini toplayanda bizə verəcək 1002, 1006, 2008, belə yazaq da bunu, 2008 üstə gələk 958, əvvəldən gərək bunu 6-6 yazardım, 958 üstə gələk 936. Deməli, 16, 16, 22 bir yadda, 8 bir yadda, 9, 18 bir yadda, 2 bir yadda, 3. 3892 üstə gəl 944,6. Bu 6 gəldi. 6, 13 bir yadda.
17 bir də 18 bir yadda 4836,6. Bunu böləcəyik 5-ə ki, orta göstəricini tapaq. Deməli 4836-nı 5-ə böləndə biz alırıq 967,2. 967,2. 967,2 deyir ki, hansı göstərici, hansı ildəki olan göstərici daha yaxındır? Bu 958-ə daha yaxın olduğuna görə 2021 olacaq B bəndi. Rəqəmlər böyük olduğuna görə hesablamalar nisbətən vaxt alan ola bilir. Növbəti testimizə baxsaq, insan problemlərinin xarici və daxili səbəblərini göstərən cədvəldən istifadə edərək tapşırığı yerinə yetirin. Negativ təsirlər xarici səbəbdir. Ətraf mühit xarici səbəbdir, 22%-dir. Əhatəsindəki insanlar xarici səbəbdir, 10%-dir. Proqram parametrləri xarici səbəbdir, 8%-dir. Özünə inamsızlıq daxili səbəb. Buradan başlayır. Burada bir bölgü yaradaq ki, burada daxili səbəbdir, 9%, negativ fikirlər daxili səbəbdir, 16%, negativ hərəkətlər daxili səbəbdir, 17%, özünün tənbəlliyi daxili səbəbdir, 8%. İnsan problemlərinin xarici və daxili səbəbləri sırasında yalnız negativ hərəkətlər və özünün tənbəlliyi çıxarılsa, hansı səbəb variantındakı diaqram insan problemlərinin xarici və daxili səbəblərini göstərər? Deməli, negativ səbəblərlə özünün tənbəlliyi çıxarılsa deyir, hansı bu göstəricini, hansı diaqram ödəyər? Və diaqrama baxaq, xarici səbəb, daxili səbəb. İki hissəyə bölüb sadəcə diaqramda. Xarici səbəb, daxili səbəb. Və faizlərə baxaq da onda. Xarici səbəblərdə, buradan belə xarici səbəblərdir. 10, 22, 42, 32, 40, 50. 50% xarici səbəbdir. Daxili səbəb isə 25%. Ümumi 75%-dir. Ümuminin 3-dən 1-i onda daxili səbəbdir. 3-dən 2-si xarici səbəbdir. Bunu da göstərə bilir D bəndi. Bu tip misallar elə bu formada davam eləyir. Videonun vaxtı çox uzun olmasın deyə növbəti izahlarımızı bundan sonraki videolarda əks eləyəcəyik.